13-cü sualda to veribdi. A bəndə will be able to olmalıydı. B'si yoxdur, A səhvdir. B qaldı. C bəndə could to ilə işlənmir. Yaxşı. B, D, Y-nin arasına qaldıq. Cümləyə baxırıq. Fail keçmiş zamanda olan feildir. Təbii ki, mən digər tərəfdəki boşluğa da keçmiş zamanda modal feil yazmalıyam. Yəni, are olmaz. İndiki zaman D-ni çıxıram. Ya B-dir, ya da Y. Məniyə baxırıq. But var deyə durub direkt weren't able yazmayın uşaqlar. Çünki mən demişdim ki sizə, but olanda məniyə də diqqət etməlisiniz. İlla qrammatik cəhətdən ziddiyyət olmamalıdır. Bəli. Bəzən məniyə baxışdan uyğunlaşır. Ya B'dir ya Y. Deyir ki, she fell into the river, but fortunately the firefighters were able to rescue her. Deyir ki, o çaya düşdü, amma xoşbəxtlikdən yanğın söndürənlər onu xilas edə bildi. Ben deyəcəm, xoşbəxtlikdən yanğın söndürənlər onu xilas edə bilmədi. Sanki elə bir cəmaat deyir, bu ölsün. Elə şey olar. Olmaz da ya. Ama düzdür da, grammatik. Hə, cavab oraya bəndə.